İçki mövzusu bitmir dostlar. İndi bu sezon qurtarır, pivə sezonu başlayır. Yenə indi yenidən xingal araq sezonu başlayır, yenə sonra pivə. Yəni ancaq dayandı yoxdur, ancaq dəyişirlər yerlərini. Yenə deyirəm ki, içmək istəyirsənsə dostum, həftəyə 300 qram, yəni ev çaxırı içə bilərsən, sözün əsl mənasında, o da ac qarnına. Bir, əksəriyyəti deyir ki, misal üçün içkini yeməklə içərlər, yeməksiz olmaz yanı. Xeyr, sən təsəlli tapırsan ki, yeməklə yeyəndə sənə zərər yetirmir, amma yeməksiz yeyəndə sənə zərər yetirir. Xeyr, yəni nə mənada deyirlər ki, yeməksiz içkinə, sən yeməklə 200 qram arağı içsən, sənə təsir eləməyəcək. Amma ki, ac qarnına 200 qram içsən, sənə təsir edəcək. O təsirliyi var, indi bir kef deyirlər, hallı olmaq belə də, o sənə kifayət edir. Əgər yox, sən istəyirsən ki, elə, ancaq elə vurasan, içəsən, onda elə yaxşı elə yeməklə 1 litr 750-ni qoy qabağa və iç. Sağa sola heç baxma. Əgər yenə deyirəm ki, yox, biraz keflənmək üçün edirsənsə, ac qarnına 200 qramı içsən, yəni belə. Amma yenə deyirəm ki, 300 qram çaxır həftə üçün, yəni yaxşıdır. Əsas nədir? Depo yaratma. Hər kəsə uğurlar.